18-ci əsrin ikinci yarısında Rus-Osmanlı müharibələrindən danışaq. İkinci Yekaterina dövründə. Birinci müharibə neçənci ildə bitdi? 1774. Hansı müqavilə ilə? Kiçik Qaynarca sülhü. İkincisi isə 1791. hansı müqavilə? Kiçik Qaynarca müqaviləsi ilə bitən müharibə hansı sülhlə, neçənci ildə başlamışdı? 1768. Yassı ilə bitən müharibə isə 1787. bəli. İndi sən bu müharibələri bitirən müqavilələrdən danış, mən də dinləyim. İnşallah səhv olmaz, səhv olsa düzəliş verərəm. Biz danışıq Kiçik Qaynarca müqaviləsindən. Kiçik Qaynarca sülh müqaviləsi 1774-cü il iyununda imzalanmışdı. Bu müqavilənin şərtlərinə əsasən 1. Dnepr və Bug çayları əraziləri və bununla yanaşı komanda ərazi Rusiya tərkibinə qatıldı. Kabarda bəli, düzdür. 2. İkincisi deyirik ki, artıq Rusların burada hərbi gəmilər üzmək hüququ verildi. Əsasən Qara dənizdə Bosfor və Dardanel boğazlarında. Düzdür. Üçüncüsü Rusiyanın əsarəti, yəni Osmanlı yəni hakimiyyəti altında olan Krım müstəqillik qazandı. Tamamilə doğrudur. 4. Dördüncüsü isə Osmanlının Qaradənizdə çıxışı, yəni çıxış əldə etdi. Yox, Osmanlı əvvəldən buradadır. Qaradənizdə hökmranlığı artdı. Tək başına hökmranlığı bitdi. Hə, bir dənə məsələ var. Bunu mən xüsusən deyirəm uşaqlara. Osmanlı tarixində hansı il ki var idi bu Kiçik Qaynarca sülhünün? İlk dəfə məğlub olan bir dövlət kimi təzminat ödədi. Təzminat ödədi, bəli. Kiçik Qaynarca müqaviləsi şərtləri bunlardır. Düz deyirsən. Danışaq indi Yassı müqavilə. Hə, Yassı müqaviləsindən danışmağa keçməmişdən qabaq sənə birinci bu sualı verim. 1787-1791-ci illər müharibəsində təkcə Osmanlı Rusiya ilə müharibə aparmayıb. Orada Avstriya da qoşulmuşdu, Balkan Həmləsi ərazilərini tutmaq məqsədi. Bəli, tamamilə doğrudur. Avstriya da var idi orada. Hə, özə müharibənin ilk illərində Avstriya Belqradı tutmuşdu. Daha sonra Akerman ərazisini, İzmail ərazisini, Bender ərazisini. Ruslar da bu əraziyə tabe elədilər, bəli. İndi Yassı müqaviləsindən danışaq. Yassı sülhü 1791-ci ildə qələmə, yəni imzalanmışdı. Bunun şərtlərinə əsasən 1. Artıq bunlar, yəni Osmanlı Krımı işğal edib, Rusiya işğal etmişdi Krımı, təsdiqlədi. Osmanlı Krımın işğalını tanıdı. 1. 2. İkincisi bu Osmanlı dövləti, Rusiya dövləti, yəni biz Balkan yanında, Qara dənizin şimalında tam məskunlaşan bir qəti möhkəmləndi. Kiçik Qaynarcadan çıxış əldə eləmişdi. Yassı ilə möhkəmləndi. Daha sonra onun deyirik ki, Balkan yarımadasında və Qafqazda nüfuzu daha da artdı. Şimali Qafqaz və Balkan tamamilə doğrudur. 4. 4 isə hansı ərazi verildi? Bir Dnestr çayı sərhədə çevrildi. Tamamilə doğrudur, bəli. Yassı müqaviləsi şərtləri də bunlardır. Aydındır. Yəni başa düşmüsənsə bu hissəni, inşallah ki, başa düşmüsən ki, bu cür danışırsan, sənin suallara cavabların, izahların bizim bu videomuz inşallah digər şagirdlərə, abituriyentlərə də yardımçı olar.